Salamlar dostlar, mən qarşısındayım. Bu gün sizinlə nə video çəkirəm? Başdan da bildiyiniz kimi bu gün sizinlə köhnə dostlarım mənim videolarıma və şəkillərimə baxacaq. Görək, səsə baxın içəndən. Görək dostlarım nə baş verəcək. Bu arada dostlarım, belə videoların davamı üçün aşağıdan kanala like atıb abunə olmağı unutmayın. Və neyniyək? Çox uzatmayaq da məncə. İndi dostlarım, mən balıcalıq şəkillərimə baxacaq, eləyəcəyik. Bir də ki, uşaq-şən videolar çəkmişəm. Uşaq-şən də yox, yəni ki, 2 il, 1 il əvvəlki videolarıma baxacaq. Arasında dəyişikliklər görərsiniz. Bu arada dostlarım, iPhone-dan çəkirəm deyə mikrofonu qoşamadım. Çünki mənim mikrofonum iPhone-a qoşulmur. Nəysə dostlarım, keçək videoya. Hop, dostlarım, artıq demək olar ki, hazırdır burada videom. İlk videom dostlarım, başlayıram. Bu arada arxa fonca süperdir, Azərbaycan bayrağıza. Burada deyəsən masa düzəldirəm kardondan. İndi başladaq. Hoppa, hər kəs sorunlar dostlar, mən oldu qarşınızda. Bugün sizinlə nə video çəkirəm, sizə nə video çəkə bilərəm. İlk növbədə dostlarım, bunu söyləyim. Videoya girişi qıraqdan gəlirsən, hoppa edirsən. Bunu montajda kəs də. Altda yazılar zatlar yaxşı olubdur. Prosto belə uzun zad yazmanın yerinə alt-alta da yaza bilərdim məsələ. İndi dostlarım, burada montajım biraz pisdir. Bu arada dostlarım, uşağım, səsimdəki elə qəribə çıxır ki. Neyse dostlarım, görək nə olacaq. Ölsə ki, hop, gülməlidir belə baxanda. Başlıqdan da bildiyiniz kimi bugün sizinlə... Bu arada dostlarım, belə bir şey də söyləyim. Belə videoları çəkdiyimə mən inanmazdım. Çox belə dostlarım, kamera dostlarım bu tərəfdədir. Düzdür, kamera mənə çəkir, mən gedib ora baxıram, sifətimə bax. Nə vaxtı göstərdiyimiz o videomu çəkirəm, bəli. Çox dostlar, belə cringe videolardır. Mən niyə belə səy-səy hərəkətlər edirəm də bu videolarda? Niyə sözüm də səbəbini bilmirəm? Niyə belə hərəkətlər edirəm doğrudan? Bu arada dostlarım, sizdəki like'larınızı qoyub aşağıdan çıxan Instagram səhifəmdəki follow atmağı unutmayın. İndi baxaq. Bu arada dostlar, başlıqdan da bildiyiniz kimi yeni icadın videosunu çəkirəm. Kutudan dostlar eləyəcəm bu arada. Dostlarım, dayandım artıq ekran kaydında. Bu dostlarım video belə deyim, çox belə cringe videodur da. Necə deyim, adam belə ən utandığım videolardan biri ola bilər. Ağzımda saqqız çiynə-çiynə, üzlərimiz adımı büzüşdürürəm, nə bilim, neynirəm, başa düşəmirəm, səy-səy hərəkətlər edirəm, qışqırıram. Bilmirəm, heç niyə eləyirəm bu hərəkətlər. Bu arada dostlarım, yenə deyim, mikrofonumu taxanmadım, səsimdə biraz pislik ola bilər, amma İnşallah düzəldəcəm. İndi dostlarım, keçək növbətiyə. Neydi? İndi dostlarım, keçək növbətiyə. Bəli dostlarım, artıq növbəti videomuzu başlayacağım. Bu arada dostlarım, videoya baxan kimi belə ildırım effektləri zat qəşəngdir. İndi görək videonun özünə ətərdir. Fikrimi bildirəcəm. Salamlar dostlar, mən oldu qarşınızda. Bu gün sizinlə nə video çəkirəm? Başlıqdan da bildiyiniz kimi bu gün sizinlə məktəb dərs notlarını aldım videosunu çəkirəm. İndi dostlar, mən bu arada hardan aldım? Sədərəkdən aldım dostlar bunları. Sonradan dostlar, mən əvvəlcədən açmışam belə bir... Bir də ki dostlarım, nə deyim? Elə dostlar sözü ağlımdan düşmür. Bu məndə neysə belə alışqanlıq üçün bir şeydir. Elə dostlar deyirəm, bilmirəm niyə. Dostlarım, videoya başlayanda belə deyim, səsim elə uşaq kimi çıxır ki, çox belə uşaqcasına çıxır da səsimdən. Necə deyim, izah eləyəmirəm. Belə söz deyim. Bu boyda videoya kim oturub baxar da? 20 dəqiqə sənin məktəb əşyalarına kimi baxıram və özüm axıra qədər baxırdım o vaxtı. Neysə dostlarım, ağabey. Qəşəng videolar çəkmişəm. Montajı belə yavaş-yavaş oralarda öyrənməyə çalışmışam. Amma bacarmışam. İndi onların sayəsində, elə videoların sayəsində mən hələ ki yavaş-yavaş inkişaf edirəm. İnşallah ki, daha çox da ki inkişaf eləyəcəm. İndi dostlarım, keçək mənim bir dənə şəklimə baxmağa. Haydi. Bəli dostlarım, artıq bir dənə də ki ekranda uşaqlıq şəklim var.
İndi siz görürsünüz ekranda. Bu arada dostlarım, yenə də deyirəm, belə videoların davamı üçün aşağıdan kanala like atıb abunə olmağı və aşağıdan çıxan Instagram səhifədəki follow atmağı unutmayın. İndi keçək görə şəklimizi bir incələyək, belə deyim. Deməli dostlarım, açıqımdır burada, yəni ki, eynəyimdir, belə deyim. Saçım qısadır, cool stildir də burada birbaşa. Burada təxminən 400 dolar da 5-4-3 belə yaş araları ola bilər. Çünki mən 4-5 ola bilər dostlarım. Tam da ki yadıma gəlmir neçədir. Mənim nə yadıma gələcək təxminən deyirəm. Hə, burada bağçaya gedirəm. Yenə də ki qaqaşımız qəşəng kombin hazırlayıb bağçaya gedir. Şalvara zada bağlayır. Şalvarlarım nə qəşəngdir mənim. Belə cırıq-cırıq şalvar. Deyəsən yəqin paltarlarım təzədir. İndi dostlarım, ikinci şəkli axtarım, sonra sizinlə görüşərik. Haydi. Dostlarım, hal-hazırda ekranda bir dənə şəkil çıxır. Bəli dostlarım, bu mənəm. İndi bir də istədim ki, körpəli şəkillərindən birini qoyum. Nə şirinəm burada, nə şirinəm. Doğrudan şirinəm. İndi dostlarım, incələyək. Belə sərt baxışlar atmışam. Belə gülümsəmək istəmişəm, amma gülümsəməmişəm. Biraz da ki, kökəm. Bu arada dostlarım, mən uşaq vaxtı o qədər kök olmuşam ki, belə otura bilməmişəm də, belə deyim. Yerimdə otura bilməmişəm, belə yıxılmışam, yanıma yastıq zat düzüblər ki, otura bilim. Belə gözəl bir dənə mavi papaq, qaralı mavi belə papaq var başımda. Yanaqlarım toppuş-toppuşdur. Göz rəngim nədir mənim doğrudan? Çox insan deyir, sən göz rəngin açıq qəhvəyidir. Çoxu deyir ki, sadəcə qəhvə ilə qaran qarışıqdır. Amma mən tutamıram da nədir? İndi dostlarım, istəyirəm ki, ta videonu dayandırım, telefonumu qoyum bir dəqiqə. Bəli dostlarım, ta çox uzatmaq istəmirəm videonu, həm sizin ürəyiniz sıxılmasın, həm də ki, videoda biraz əyləncəli keçsin. Belə videoların davamı üçün aşağıdan kanala like atıb abunə olmağı unutmayın və nə edin? Burada aşağıdan çıxan Instagram səhifədəki follow atmağı unutmayın. İndi dostlarım, sizə nə deyə bilərəm? Bugün sizinlə şəkillərimi bölüşdüm. Başqa nə deyə bilərəm? Bu sərinin ikincisini gəlməyini istəyirsə, bir 30 like qoyun dostlarım. Sizə kişi kimi söz verirəm ki, bu sərinin ikinci sərisini çəkməsəm, çəkəcəm. Sözüm söz dostlarım. 30 like gəlsin, bunun ikincisini çəkəcəm. Bu arada dostlarım, mikrofonsuzam, üzr istəyirəm, səsim pis çıxa bilər. Bir videonda dostlarım sonuna gəldik. Sizləri çox sevirəm, sağ olun, salamat qalın. Aşağıdan kanala like atıb abunə olmağı unutmayın və Instagram səhifədəki follow atmağı unutmayın. Sizləri çox sevirəm, sağ olun, salamat qalın və özünüzə yaxşı baxın. I like to work my wrist. I like to pop my shit.